Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu almayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinətin verilməsi təklif olunur. Publikas xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb. Belə ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu almayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər. Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmuyub. Sənəddə qeyd edilib ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərin tam araşdırılması və sözü gedən bəndin Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub. Nəticədə Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Konstitusiyanın 25-ci maddəsinin tələblərinə zidd olduğundan qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.